Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də şükür yaxşıyam. Bir videomu çəkərsən girib idim, ona görə səsim çox püskündə idi. Mən də dedim ki, elə səsləndirmə eləyim. Heyva almışdım belə qəşəng. Yoldaşım heyvanın kompotunu da variniyasını xoşlayır. Yeganə sevdiyi budur. Mən də dedim elə tez təmizləyim, bişireyim, kompot bişirəcəkdim. Sonra yüngül var yemək olsun deyə dedim mən pizza eləyim. Bir də çoxdan pide istəyirdim. Bir də pide eləyim. Ona görə toyuq qoydum, filesini qoydum qaynamağa. Bir də makaron süzdüm. Ki makaron salat edəcəkdi. Çayı qəşəng qoydum, dəm alsın. Dəmləməyə qoydum. Artıq bişirmişəm, hazırdır. Marketə gedib gəldim. Belə bir neçə dənə şirniyyat aldıq ki. Qızlar, çayını qoymuşam dəməyə. Baltacağımı qoşdum. Çöldə işlərim vardı, onu həll elədim. Pide ilə pizza bişirmişdim. Elə yeyildi, yığışdırdım. Yudum, indi yoldaşım çay gözləyir. Elə nə almışam onu göstəreyim. Mən də çay hazırlayayım, aparım. Yoldaşım da şeylər xoşlanır. Ona görə özüm üçün götürmüşəm. Sonra belə getirdim. Sonra altını qoydum belə. Xoşuma gəlir. Sonra nə getirdim? Fitnessin çiyələrisi qəşəngdir. Sonra bir dənə albeni. Yoldaşım da sevir, mən də sevirəm. Bir dənə belə yoğurt. Bir də al marketdən aldıqlarımı sizdən bölüşürəm. Belə bizim tərəfdə marketdə dilim tortlar var. Cheesecake almışdım, moroğlu. Qəşəng idi, mən bəyəndim. Bir də belə bir pambur marjinası götürdüm. Mən şokolad yeyə bilmirəm, sevmirəm deyənə sadə plombir ancaq xoşuma gəlir. Belə evdə nəyə ehtiyac var idi onu götürdüm. Müfəy xəmiri götürdüm ki, fikirləşirəm beynimdəki. Napolyon pişirmək istəyirəm. Görüm hələ həmən xəmirdən alınar, yoxsa yox. Belə kolbasa götürdüm. Keçən səfər almışdıq, xoşumuza gəlmişdi. Bu səfər nəsə nə bilim, elə də xoşuma gəlmədi. Biz sevirik abur-cuburlar, yoldaşımla mən. Film falan izləyirik, komedi falan baxır yoldaşım, mən elə çox sevmirəm. Belə, ondan pendir falan aldım. Kotletin içinə qoymaq üçün, ya salat eləmək üçün. Belə. Bunlar pişirdiyim pide ilə pizzat qızlar. Dedim onu da bölüşüm. Çaylarımı da süzdüm. Ve koyacağım onun yanına. Rahat aparatım. Böyle. Bu aralar yoldaşımdan nəyə baxırıq? Əmir bəyin çəkdiyi kənd havasına baxırıq. Orada da qızlar yanarsız yerdən çoxsa reklamdır da, yəni adam əsəb keçirdir. Sonra yoldaşımla açdıq. Belə bir tost elədim. Şöyle yarası kolbasa, bir də Holland pendiri tosterdə qəşəng olur. 2000 years later. Kompotlarımda pişirdim. Soyublar yerine yağacağım. Yoldaşım için yoldaşı pay getirib belə süt verdi. Bunu pişirəcəm. Bu qalsın. Atacağım yenə buzluğa. Bir də yumurta. Bir də qəşəng yumurtamızdır. Belə. Çöldə qəşəng yağış yağır. Yağış yağır. Mimi. Mimi. Al Mimi. Mimi. Al Mimi. Çürlü bakıyorsun Mimi. Koymuşam. Çay qaynasın. Bir aparat qaynattım. Dəmlədim. Bunun üçün belə 2 dənə kablanmışam.
Taxıb görüm Demək necədirlər. qızlar, biz gedirik çantanı qatılmağa bir marketə. Oradan da yol üstü abi bankadaydı. Yoldaşımın kartında problem var. Onu həll elədik. Demək qızlar, getdik, işimizi həll elədik, gəldik. Hava soyuq oydu. Biz də əyimiz nədik. Getdik, əyimizi qalın elədik, kəsən qoyduk. Belə Megastora getdik. Böyle piraşki götürdüm. Həmişə ev piraşkisi adam yedim. İstədim çöl piraşkisi. Ben çörək. Gəldi, götürdüm, çahı götürdüm ki salat ediyorsun. Bir tane çörək. Ben de böyle doğranmış çörək, pizza falan eləyəndə, tost falan eləyəndə istifadə olunur. Yağ götürdüğüm için işlemlerini aldım, böyle resim götürdüm. Sonra ilaçı da eləyəm, yani az götürdüm. Götürdüm, güzel götürdüm. Tandır götürdüm. Bir tane kola götürdüm. Böyle badımcan götürdüm. Kartof götürdüm. İki tane böyle topçuk götürdüm. Ben de böyle kolay götürdüm. Bu kadar. Yoldaşım için böyle bir salatalık hazırladım. Şimdi çaydan koyacağım. Evet. Tefalı koydum kaynasın bir şey. Çay içmeye. Böyle. Demek kızlar yoldaşımın yemeğini verdim dedi. Dedim elə tost oranlayayım buraları. Külümdə qurumuşdu dedim onu da tuluyum getsin. İşimi gördüm kızlar artık burada. Megastora dedik gidelim Megastora. Gezək. Bir iki şey gördüm. Hoşuma geldi. Demek kızlar artık qayıdırıq evə. Dedi elə biraz parkda gezək. Sonra gedərik evə. Çünkü hava elədir ki adam darıxır. Böyle abur cuburlar aldım. Böyle bir kek almıştım kızlar. Megastore'dan. İnansız ki heyf onu. Baha kıymet almamıştım. 2 manat neçə qəpiyə almıştım ama yani dadı falan qəribəydi. Yadaqda kesmişdi bilmirəm. Yani hiç hoşuma gelmedi. Böyle bir iki dənə abur cubur aldım. Size hoş izləmələr. Hələlik görüşənə dək özünüzdən müğayət olun.